Bismillahirrahmanirrahim. Həqiqəti bəyan etməkdə misalın əhəmiyyəti. Həqiqətləri bəyan edərkən çəkilən uyğun misallar böyük önəm kəsb edir. Ola bilər ki, bir misal çəkməklə həqiqət ortaya çıxsın və daha məntiqi, fəlsəfi dəlil sübuta ehtiyac qalmasın. Nə qədər qəribə olsa da, bu bir faktdır ki, ümumi və mürəkkəb elmi məsələləri aydınlaşdırmaqdan ötürü misaldan gözəl yol yoxdur. İnadkar insanları susturmaqda da misal çox gözəl rol oynayır. Bir sözlə, hissi olmayan məsələni hissi olan misal yolu ilə izah etmək, onu başa düşməkdə olduqca faydalıdır. Lakin az öncə də qeyd etdiyimiz kimi, çəkilən misal izahı nəzərdə tutulan məsələyə uyğun olmalıdır. Əks təqdirdə vəziyyəti daha da qəlizləşdirib, dinləyicini həqiqətdən uzaqlaşdıracaq. Buna görə də Quranda bir-birindən gözəl misallarla qarşılaşırıq. Bu da ondan irəli gəlir ki, Quran cəmiyyətin bütün təbəqələri üçün nazil olan, habelə fəsahət və bəlağətin ən yüksək zirvəsində duran bir kitabdır. 2. Nə üçün ağcaqanad misal çəkilmişdir? Bəhanə axtarışında olanlar ağcaqanad və ya milçəyin kiçikliyini bəhanə edərək Quran ayələrinə istehza ilə yanaşsalar da, bu xırda həşaratın quruluşu haqqında azacıq düşünsəydilər, görərdilər ki, onun yaradılışındakı incəliklər ağılları heyran qoyur. İmam Sadiq əleyhissələm bu kiçik həşaratın quruluşu barədə belə buyurmuşdur. Allah Taala ağcaqanadı misal çəkmişdir. Onun həddən artıq kiçik olmasına baxmayaraq, quruda yaşayan ən böyük heyvanda, fildə olan bütün orqanlar onda da vardır. Hələ üstəlik, onda fildə olmayan 2 əlavə üzvdə, xırdabuynuzcuq və qanad vardır. Allah Taala bu misal ilə möminlər üçün yaradılışdakı incəliyi açıqlayır. Biharul Ənvar, cild 9, səhifə 64. Görünüşünə görə xırda olan, lakin demək olar ki, fildəki bütün orqanlara malik bu kiçik həşarat barədə düşünmək insana Allahın əzəmətini xatırladır. Xüsusilə də onun fil xortumuna bənzər xortumu olduqca qəribədir. İçərisi boş olub qan sormaq qabiliyyətinə malik olan bu xortum dünyanın ən kiçik şprisidir. Allah Taala ağcaqanada özünə uyğun həzm orqanı, cəzb etmə və dəf etmə qabiliyyəti, əl, ayaq, qulaq vermişdir. Öz qidasını tapmaq üçün uça bilsin deyə 2 qanad vermişdir. Qanadları o qədər sürətlə hərəkət edir ki, adi gözlə görmək mümkün deyil. O qədər həssasdır ki, ən kiçik hərəkətdən də təhlükə hiss edir və dərhal oranı tərk edir. Çox qəribədir ki, özü ən aciz həşaratlardan olsa da, ən böyük heyvanları da aciz qoya bilir. Əmirəl-Möminin Əli əleyhissalam bu həşaratın yaradılmasına işarə edərək belə buyurmuşdur. Dünyanın bütün varlıqları toplaşıb əl-ələ versələr də, bircə ağcaqanad belə yarada bilməzlər. Onlar bu həşaratın yaradılışına heyran qalarlar. Bütün bacarıqlarını sərf edib, axırda yorular, məğlubiyyətləri ilə barışıb ağcaqanad yaratmaqda, hətta onu özlərindən dəf etməkdə aciz olduqlarını etiraf edərlər. Nəhcül Bəlağə, xütbə 186.